Vaxtınız xeyir olsun. Gəlin belə bir sualın izahına baxaq. Sualda deyir ki, radius 50 sm olan çevrəsi bərabər səhət tərk edən maddi nöqtənin dövlətin periyodu 10 saniyədir. M nöqtəsindən K nöqtəsinə gələn bu cismin yer dəyişməyə görə orta sürətini hesablayın. Gəlin verilənləri qeyd edək. R bərabərdir 50 sm verib. O da təbii ki də bərabər olacaq 0,5 metrə. Periyodu verib 10 saniyə, T bərabərdir 10 saniyədir. Nə istəyir bizə? Yer dəyişməyə görə orta sürət. Yer dəyişməyə görə orta sürət yazanda yazırdıq S bölünsün D. Yəni yer dəyişmə bölünsün zaman. İndi yer dəyişmə və zamanı təyin etsək, artıq biz orta sürəti tapa bilərik. Baxırıq biz şəkilə. Şəkilə baxanda görürük ki, cisim M nöqtəsinə hərəkətə başlayıb K nöqtəsinə gəlir. M nöqtəsindən K nöqtəsinə gələn zaman çevrənin yarısı qədər nə edib? Yol gedib. Çevrənin yarısı qədər yol gedəndə bu zamanı düşür. T bərabərdir 2də 1 T-sinə, yəni periodun yarısına düşür. Çünki bir tam periodda bütün hamısını gəlirsə, yarısını gəlmək üçün nə olar? T bölünsün 2 olmuş olardı. İndi zaman bərabər oldu 2də 1 periodda. İndi mən 2də 1 periodda yer dəyişmənin 2 yer olduğunu bilirəm. S bərabər nəyə bərabər olurdu? 2 yerə bərabər olurdu. Ondan mən S-in yerinə yaza bilərəm 2 yer. Zamanı da yerinə yazacağım nə? Təbii ki də T bərabərdir 2də 1 T. Onda 2də 1 T yazsam 2 yuxarı qalxacaq, olacaq 2 yer. Vurulsun 2, bölünsün nə? T-yə. İndi verilənlər əsasını hesablamaq istəsəm, 2-ni vuraram 0,5-ə, R 0,5 vermişdi. Onu da vuraram 2-yə, periyodda nə verib? 10 verib. Ona bölərəm. Buradan indi ixtisar eləmək istəsək, 2 2-in 4, 4 5-in 20, bura 2 eləyəcək, yuxarını hesablasaq 2 eləyəcək, aşağıda 10, bu da nəmiş olacaq nə? 0,2 metr bölünsün saniyə. Cavab B variantı.